hafiz deyildikdə bizim Azərbaycanda ilk ağlımıza gələn nə olur? Quran hafizi, düzdür? Hafiz elm əhli arasında, xüsusən də mütəqaddim alimlər yanında Quran hafizləri deyilmir. Quran hafizlərinə hafiz deyilmir. Əslində bu bizdə olan Quran hafizlərini şənindən aşağı etmək deyil. Allah korusun, Allah'a sığınıram. Allah bizləri də Allahın kitabını gözəl şəkildə əzbərləməyi nəsib eləsin. Bütün müsəlmanlara. Amma ki hafizlik, siz deməyin, alimlərin arasında yanında hafiz deyəndə bu nəzərdə tutulmur. Yəni hafiz deyəndə Quran-ı Kərimi şübhəsiz ki birinci bilmək. Sonra ən azından ondan çox hədis kitablarını əzbərləməlidir hafiz birisi. Yəni ən azından Kutub-u Siddə. 6 kitabı gəl əzbərdən bilsin. Hətta nədir? Hafiz sayılsın. Və başqa fənlər. Hafiz deyildikdə ağlımıza bizim tək Quran-ı Kərim gəlməməlidir. Biz hafiz deyildikdə o mütəqaddim alimlərin yanında onlar kimlər idi? Allahın kitabı şübhəsiz ki başda və digər fənlər, digər kitablar. Xüsusən də hədis kitabları.